6 evladım var. Ən böyük evladımın 15 yaşı var, ən kiçik evladım 1 yaş 6 aylıqdır. Uşaqları durğuzuram, onların paltarlarını geyindirib, yeməklərimi verəndən sonra məktəbə yola salıram. Biri kitab dəftərlə məşğul olur, biri yazsın eləyir, dərsləri ilə məşğul olur, bazıları ilə, bizi ilə oyunlar oynayıb günlərini keçirdirik. Adam baxır evladlarına fərəhlənir. Bütün valideynlər kimi mən də öz evladlarımın gələcəyini daha parlaq görmək istəyərdim. Birini polis görmək istəyirəm, balaca oğlum müğənni kimi oxumağa gedir. Çox uşaqlı ana kimi müavinət aldığıma görə çox razıyam.